Hər vaxtınız xeyir olsun xanımlar. Deməli, baxın, Temudan vurduğum bir-iki məhsul sizə göstərəcəm. İlk öncə bax, bu ev üçün olan ətri göstərmək istəyirəm. Həqiqətən də möhtəşəmdir, iyi qoxusu. Yəni bu dərəcədə gözləmirdim. Bayaqdan açmışam. Həqiqətən ətri möhtəşəmdir, məsləhət görürəm. Baxın belə. İkinci bir məhsul, baxın, deməli üz yumaq üçün olan bir vasitədir. Baxın, bir tərəfi belə tüklü olan hissədir, digər tərəfi də xanımlar üçün işə yarayacaq bir məhsuldur üz yumaq üçün. Belə də möhkəmdir, yəni yaxşıdır. Məsləhət görürəm bunda. Növbəti məhsul üz maskalarıdır. Səhv eləmirəmsə, burada 10 ədəd olmalıdır. Bir dəqiqə açım. Baxın, hər cürəsi var. Sadoyer firmasının da xiyar falan. Şaftalı da səhv eləmirəmsə, budur yəni. Limonlu, mangolu, alma. Deməli, ki, olmalı bir... Bəli, 10 dənədir, saydım 10 dənədir. Endirimlə almışdım, səhv eləmirəmsə 10 dənəsinə 7 manata kimi pul vermişdim. Növbəti məhsul maskaradır. Baxın, belə deyək, köşdür. Orada kiprikləri həcmləndirici kimi göstərirdi. İndi bilmirəm necədir. Uc hissəsinə baxın. İndi bilmirəm bu necə kipriyi həcmləndirəcəksə. Bunu da sınadıqdan sonra demək olar. Növbəti məhsul, baxın, boyun üçün yastıqdır. Çox lazım olurdu həqiqətən. Müxtəlif qiymətləri də vardı. Mən səhv eləmirəmsə bunu endirimlə 10 manat almışam, amma qiyməti yüksəkdir. Belə də yəni deyim ki 17 manat arası dəyişir, 17 manat həqiqətən yumşaqdır. Mən lazım olan bir məhsuldur. Çünki uzaq yol gedəndə istər-istəməz mənim boynumda problem yaranır. Mənə lazım idi və bəyəndim. Növbəti məhsul da pijama dəstidir. Rəngi, ümumiyyətlə materialı həqiqətən gözəldir. Şortdur. Köynəyi də baxın bu şəkildə. Həqiqətən yəni şəkildə necə görmüşəmsə, olur da məhsul bir də görsən şəkildə daha gözəl düşür. Amma əlinizə gəlib çıxanda yaxşı deyil. Amma bunun rəngi də necə idisə o şəkildə material da həqiqətən qəşəngdir, çox bəyəndim. Sağ ol.